Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Birinci tapşırığımızın izahına baxaq buradan. Demək bizə deyir ki, uşaqlar idman dərsində sıraya düzüldülər. Süleyman hər iki tərəfdən sayıldıqda sırada 13-cü oldu. Sırada cəmi neçə uşaq var? Əgər bu tipli tapşırıqlar bizə düşərsə, tez praktik yolu 13-ü vururuq 2-yə, bərabərdir 26. 26-dan 1 çıxır, bərabərdir 25. Aha. Demək praktik yolu bu formadadır. 13-ü vurduq 2-yə 26, 26-dan 1 çıxdıq 25. Amma bunu şəkillə göstərək sizə. Tutaq ki, bir sıramızdır. Süleyman baxın burada durub, burada da 13-cü adamdır. Gəlin belə yoxsa sayaq gələk. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Süleyman burada durub. Sıranın əvvəlindən sayılır. Bura əvvəl olsun. Sonundan da saysaq, son buradan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, yenə 13. Bax, Süleyman yenə də bura 13-cü sıraya düşdü. Demək, buradan da sayanda Süleyman 13-cü yerdədir. Sondan da sayanda Süleyman 13-cü yerdədir. Bu 1-i ona görə çıxırıq ki, Süleymanı 2 dəfə saymışıq. Ona görə bu 1-i çıxır. İndi bunu əvvəldən axıra qədər saysaq, görərik ki, doğrudan da bu sırada 25 dənə uşaq var. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Gördünüz mü uşaqlar? Və hər dəfə şəkil çəkib vaxtınızı almaqdansa bu qaydanı yadınızda saxlasanız sizin üçün kifayət edəcək. Birinci sualımızın cavabı oldu C variantı. Sonra ikinci suala baxaq. Gəlin bunları qısa-qısa göndərim bir-bir. Sualların izahını.